Salam. Niyə bəzi insanlar hər zaman haqlı olmaq məcburiyyətindədir? Niyə bəzi insanlar üzr istəməkdən həmişə çəkinir? Sanki üzr istəmək onların şəxsiyyətinə yönəlmiş bir hücum kimidir, təhqirdir və niyə sevdiyiniz insan bəzən sizi dəyərsiz, yetərsiz, hətta günahkar hiss etdirir? Ümumiyyətlə, bu insanlar kimlərdir və niyə belədirlər? Bəzən bu sualların cavabını özümüzdən soruşuruq və deyirik ki, bəlkə problem məndədir, yoxsa qarşımdakı insandadır. Bir özümüzü sorğuluyuruq orada. Və bu sual içərdən insanı içdən içə yeyir və amma əslində bu sualın cavabı psixologiyada çox ciddi bir psixoloji şəxsiyyət pozuntusunun nəticəsidir və buna narsizm deyilir. Bugünkü mövzumuz yalnız hansısa bir psixoloji termindən getmir söhbət burada. Burada ailələri dağıdan, həm sevgi münasibətlərini zəhərləyən, həm uşaqlıq travmalarının memarı olan bir psixoloji şəxsiyyət pozuntusundan danışacağıq və bunun adı narsizmdir. Düzdür, bugün bu sözə çox rastlanırıq və hər kəs kimdəsə bunu diaqnoz qoymağa çalışır və bəzən düzgün qoyulur, bəzən yox. Və ümumiyyətlə hansı səbəbdən hal-hazırda bu artışdadır? Bu da bir ayrı bir mövzudur, bu haqqda danışa bilərik. Və bunlarda bir toxunulmazlıq maskası var və ümumiyyətlə narsistlər haqqında geniş yayılmış yanlışlardan da danışmaq istəyirəm bugün. Qəfəmizi alaq və başlayaq. Narsist çox vaxt yanlış anlaşılan, dediyim kimi, bir fenomendir. Çünki bir çox insanlar narsisti sadə özünü sevən, özündən razı, egolu biri kimi qəbul edir. Düşünürlər ki, bunlar çox özündən razıdırlar. Amma əslinə qalsa bu belə deyil. Əslinə qalsa narsizmin mərkəzində özünə sevgi yox, əksinə özünə qarşı dərin bir nifrət dayanır. Yetərsizlik dayanır, yetərsizlik hissi. Bu fikir çoxları üçün təəccüblü və şok edici ola bilər ki, mən axı narsisti fərqli bilirdim amma bunlar daxilində böyük bir boşluq var və o boşluğu yalnız başqalarının heyranlığı, təsdiqi, itayəti ilə doldurmağa çalışır. Çünki əgər bu təsdiqi ala bilməzsə, öz boşluğunu hiss etməyə başlayacaq və həmin hiss onun həyatının hər anına sirayət edəcək. Narsist üçün siz sadəcə insan deyilsiniz, siz onun həyatında bir funksiya, bir obyekt, bir vasitəsiniz, bir instrumentsiniz deyək. Ya onu yüksəldirsiniz, ya da artıq təhlükəyə çevrilirsiniz onun üçün və bunun nəticəsində onunla qarşılıqlı əlaqə həmişə çətin olur, manipulyasiya və yaxud da ki, hansısa bir emosional gərginlik üzərində qurulmuş olur və düz xətt üzrə getmir. Yəni, dalğalı şəkildə münasibətlər narsistlərlə qurulur, çünki başqa cür mümkün deyil, təəssüf ki. Narsist partnyordan danışaq və burada narsist partnyorlarla sevgi adı altında olan manipulyasiyadan danışaq. Narsistlər münasibətə çox vaxt nağılla başlayır. Sizi idealizasiya edir, ideallaşdırır, fərqli olduğunuzu vurğulayır. Sən çox fərqlisən, təkrarsızsan, sənsiz yaşaya bilmərəm, hardaydın, bugünə qədər sənin kimi birisinə rastlaşmamışam, romantikləşdirir. Və buna love bombing terminə rast gəlmişik, yəni sevgi bombardımanına tutur və bu mərhələdə insanın diqqətini tamamilə narsistə yönəlməsinə səbəb olur ki, yəni kontrolü ala bilsin, sevgisini ala bilsin və zaman bu idealizasiya mərhələsi zamanlı əksinə keçir, yəni ideallaşmaqdan çıxır, başlayır, sən çox həssassan, yenə də şişirdirsən, sən olmasan mən daha xoşbəxt olardım, ifadələri kimi həyatını ifadələr işlədir, onu günahlandırır qarşındakını, keçirdiyi bütün hisslərin problemini qarşı tərəfə yükləyir. Bütün tənqidlər insanın özünə inamını aşağı salır, insan yavaş-yavaş öz reallığına şübhə etməyə başlayır qarşı tərəf, özünü izah etməyə çalışır, müdafiə etməyə çalışır, nəticədə emosional bir zəhərlənmiş bir münasibətə çevrilir aralarındakı münasibət. Bir məşhur psixiatr var, deyir ki, travma üzrə ekspertdir və bu emosional zorakılığı belə izah edir bu münasibətlərdə. Emosional zorakılıq insan öz ağlına, öz dəyərlərinə inamını məhv edir, yəni özü ilə bağlı şübhə hissi yaradır. Yəni narsist nə edir? Bir partnyor sizin sevgi və hörmət ehtiyacınızı manipulyasiya edir. Bunu öz gücünü qorumaq üçün, özünü təsdiq etmək üçün bir vasitə kimi
istifadə edir. Çünki başqa cür həyatda var ola bilmir. Bununla yalnız nəfəs alır. Narsist valideyn və uşaqlarda görünməyən travmalar nələrdir bəs? Partnyorlardan danışdıq. Narsist valideyn uşağı sadəcə bir insan kimi görmür. Uşaq onun üçün ya valideynin prestijini yüksəldən bir obyekt, ya da valideynin məyusluğunun və həyatda çatışmazlığın günahkarıdır. Yəni uşaq günahkardır ki, valideyn hal-hazırda özünü xoşbəxt hiss etmir və uğurlu hiss etmir. Belə valideyn uşağa deyir ki, mənim sayəmdə bugün buradasan, məni utandırma, sən mənim kimi olmalısan, mən istədiyim kimi olmalısan. Və uşaq böyüyərkən öz ehtiyaclarını tanımadan, sərhəd qoymağı bilmədən, daim sevilmək üçün uyğunlaşaraq inkişaf edir, təəssüf ki. Və belə uşaqlar çox vaxt mükəmməliyyətçi olurlar və daim narazı olurlar həyatlarından. Uşaqlar travmaları üzrə məşhur bir psixoloq var. O belə ifadə edir ki, valideynlərin sevgisini itirməmək üçün özünü itirən uşaqlar böyüyəndə özünü tapa bilmirlər. Əslində çox maraqlı sözdür. Yəni özünü təsdiqləməyə çalışarkən özlərini itirirlər və tapa bilmirlər. Və uşaqlıqda yaşayan bu narsist münasibətlərin nəticəsi olaraq yetkin yaşda insan öz dəyərini tanımır, özünü daim haqsız hiss edir, digər insanlarla münasibətində eyni dövrü təkrar etməyə meyilli olur, eyni toksik münasibətlərə girib çıxır. Çünki içində bir dəyərsizlik kompleksi daim onu yaşadır. Və digər bir misal, narsist kolleqalarla olan münasibət, onlarda necə ola bilər? Narsist kollega iş yerində həm görünən, həm də görünməyən zorakılığı gündəlik həyata keçirir. O uğuru öz adına yazır, səhvləri sizin üzərinə atır, sizin rəhbərin gözündə kiçildir, manipulyasiya edir informasiya ilə. Lakin bu açıq düşmənçilik kimi görünmür. Yəni maskalı şəkildə, çox uğurlu şəkildə manipulyasiya taktikalarını işlədir. İş yerində bu cür davranışlar insanın motivasiyasını təbii ki təsir edəcək, onun iş yoldaşlarının özgüvənini hansısa mənada sarsılacaq, uzun müddət psixosomatik xəstəliklər, yuxusuzluq, depressiya səbəb ola bilər. Bəlkə də bir çoxumuzun başına gəlib bu misallardan bəziləri. Və narsist iş yoldaşları nəzarət, manipulyasiya vasitəsilə həm kollektivə, həm də fərdi insanın psixikasına təsir edir və bu uzun müddət aşkar görünmədən davam edir. Yəni bunu ustalıqla, gizli formada, üstörtülü şəkildə, elə şəkildə edir ki, bəzən rəhbərlik bunu fərqinə olmur və onun oyununa gəlir. Narsist uşaqlarda necə yaranır? Narsist uşaqların yaranma səbəbi çoxları yanlış düşünür ki, uşaqlar narsist doğulurlar. Yox. Əslində uşaq narsist kimi doğulmur. Uşaq narsist şəxsiyyətini böyüyərkən formalaşdırır. Yəni böyüyərək narsistləşir. Və bəzən uşaqlar həddindən artıq idealizasiya olur. Yəni uşaq o qədər ideallaşdırırlar ki, tərbiyə zamanı yəni və ya da çox dəyərsizləşdirirlər və bu hər iki halda narsistliyə səbəb ola bilər. Mən olduğum kimi yetərli deyiləm. Dediyim kimi bu eyni hərəkət iki uşaq ola bilər ailədə, amma hər iki uşaqda da bu problem yaranmaya bilər. Hər kəs psixikası çox fərqlidir və fərqli eyni travmaya qarşı fərqli münasibət göstərə bilər. Nəticədə uşaq maska taxır və özünü göstərmir, sanki kimliyini gizlədir. Böyüdükcə həmin maska onun münasibətlərində